İndi gedək meydan dəyişimlə. Biz dedik ki, oyun 2 hissədən 4 perioddan ibarətdir. 2 hissə. Birinci hissə budur. Birinci hissə, bir də ikinci hissə. Düzdür? Birinci hissəyə aiddir. Birinci period, vergül. İkinci period, ikinci hissəyə aiddirsə, ikinci hissəyə aiddir. Üçüncü period və dördüncü period. Hər periodumuz da dedik, dəxli yoxdur. 1, 2, 3, 4. Dördü də 10 dəqiqə. Yəni, hərəsi 10 dəqiqə təşkil edir. Bu da ümumilikdə eləyir oyunun müddəti 40 dəqiqə. İndi müəllimlər, yadınızda saxlayın. Meydan dəyişiminə gəlir. Məsələn, havaya atışdan topu A komandası qazanıbsa, burada yadınızda saxlayın ki, bir dənə burada meydan dəyişimi var. Meydan dəyişimi. Deməli, meydan dəyişimində necə olur? Müəllimlər, yadınızda saxlayın, meydan dəyişimi həmişə üçüncü periyodda olur. Üçüncü periyoda aiddir. Və üçüncü periyodumuz bizim ikinci hissəyə düşdüyü üçün bu zamanda nə olur? Bu zamanda meydan dəyişimində olur ikinci hissədə. Yəni, üçüncü periyoda 15 dəqiqələrdən sonra meydan dəyişimi olur. A komandası burada oynuyordu, B komandası burada. A komandası gəlir bura, B komandası da gəlir hara? Gəlir bura. Aydındır. Bir-birinə meydan dəyişimi eləyirlər. Və sizə sual düşər ki, meydan dəyişimi neçənci periyoddan sonra olur? Sonra deyirsə müəllimlər, sonra sözü sualın cavabını dəyişir. Sizə sual düşsə ki, meydan dəyişimi neçənci periyodda olur? Neçənci periyod deyəndə üçüncü periyod nəzərdə tutur. Yox, əgər sizə sual düşsə ki, meydan dəyişimi neçənci periyoddan sonra olur? Neçənci periyoddan sonra? Burada cavab 2 olur. Niyə görə? İkinci periyoddan sonra üçüncü periyodda dəyişilir də, düzdür? Sonra deyirsə, yəni sualın içində bir dənə sonra sözü ümumilikdə sualın cavabını dəyişə bilir. Aydındır. Məsələn, sizə sual düşər ki, meydan dəyişimi neçənci hissədə olur? İkinci hissədə meydan dəyişimi olur. Amma sizə sual düşər ki, meydan dəyişimi neçənci hissədən sonra olur? Sonra deyəndə birinci hissədən sonra, yəni ikinci hissədə həyata keçirir. Aydındır müəllimlər? Bəs, dünən demişdim ki, səbət meydana nə qədər daxildir? 1 metr 20 santimetr. Düzdür? Baxın bura, 1 metr 20 santimetr. Baxın, 1 metr 20 santimetr göstərir. Yəni, bu səbət görürsünüz buradadır. Fikir verin, buradan da bura qədər olan məsafədə 1.20-dir. Aydındır müəllimlər? 1 metr 20 santimetr təşkil eləyir. Və müəllimlər, kart yox. Yəni, kart sistemində böyük basketbolda, balaca basketbolda kartdan istifadə neynəmir? Olunmur. Aydındır, kartdan istifadə olunmur. Və müəllimlər, gedək indi nəyə? Gedək sizə topların kategoriyaların neyniyək? İzah eləyir. Müəllimlər, yadınızda saxlayın ki, basketbol idman oyununda 3, 5, 6, bir də 7 nömrəli toplar var. Yəni, topların kategoriyası 4 yerə bölünür. Yəni, 3 nömrəli top, 5 nömrəli top, 6 nömrəli, 7 nömrəli. Burada görürsünüz, bir dənə 4 nömrəli top yoxdur. Yəni, 4 yoxdur. Aydındır, bir dənə 4 yoxdur. Bax, 4 yoxdur. 3, 5, 6 və 7 nömrəli toplarla oynanılır. Yadınıza saxlayın müəllimlər. 3 nömrəli topdan gəlin başlayayım. 3 nömrəli top. 3 nömrəli top. Çəkisi.
çəkisi 300 və 330 qram olur. 330 qram olur. Yadınızda saxlayın. Diametri isə 56 və nə qədər? 58 santimetr olur. Bu C qoyuram, yəni çəkisidir. Bu da D qoyuram, yəni diametridir. Bu da nömrəsidir. Yəni bu 3 nömrəli topa aid. 3 nömrəli top elə 3 dərlə başlayır. Baxın, 330 qram. 3 nömrəli top, 330 qram. Yəni açar sözünü belə deyək, saxlaya bilərsiniz. Diametri isə, çevrəsi isə 56-58 santimetr təşkil edir. Aydın deməli. Sonra 3 deməli, sonra 5 nömrəli. Deməli, 5 nömrəli top müəllimlər yadda saxlayır. 5 nömrəli top. Çəkisi deməli, C qoyuram ki, çəkisinə aiddir. Çəkisi 470 və 500 qram. 470-500 qram təşkil edir. Yadda saxlayın. Çəkisi 470-500 qram təşkil edir. Çevrəsi isə 69-71. Aydındır. Bu 5 nömrəli, 5 nömrə bu diametr, yəni çevrəsidir. Bu 5 nömrəli topa aid. Aydın deməlidir. Sonra gedək 6 nömrəli topa. İnanmıram, bunlar sizə sual kimi düşə, amma yenə bilməyiz üçün sizə bunu izah edirəm. Deməli, mənimlə 6 nömrəli. 6 nömrəli topun yazıda saxlayın. Çəkisi 510 və 567-dir. 510-567-dir və 6 nömrəli top müəllimlər kimin üçündür? Qadınlar üçündür. Yəni, qadınlar üçün 6 nömrəli topdur. Çəkisi 510-567 qram. 510-567 qramdır. Çevrəsi isə 72-74-dür. 72-74 santimetr təşkil edir. Aydın müəllimlər. Kiminsə sualı varsa buyursun. Müəllim, üzr istəyirəm. Diametr olmalıdır, səhvləmirəmsə. Hə, bu diametrdə. 72-74 diametr. Çəkisi də birinci çəkisidir. Çəkisi də 510-567 qramdır və 6 nömrəli topdur. 6 nömrəli topda müəllimlər yadınıza saxlayın. 6 nömrəli topda qadınlar üçün neyinir? Qadınlar üçün nəzərdə tutulan bir top. İndi müəllimlər gedəyin 7 nömrəli topa və 7 nömrəli top isə kişilər üçündür. Kişilər üçün nəzərdə tutulmuşdur. 7 nömrəli topun müəllimlər yadınıza saxlayın. Çəkisi deməli çəkisi 567 650 qram. Çəkisi 567 650 qram təşkil edir. Çevrəsi isə 75-78-dir. Deməli, diametri 75-78 santimetr. Aydındır, 75-78 santimetrdə nə idi? Bunun diametri, yəni çevrəsidir. Aydındır, müəllimlər. Bura qədər sual olur. Yadınıza saxlayın ki, müəllimlər. Baxın, biz bunu bir silim. Baxın, qadınlar üçün, yəni 6 nömrəli topun çəkisi nə qədər idi? 510 və 567-dir, düzdür? Baxın, qadınların kişilərə nisbətən topunun, qadınların maksimum, baxın, qadınlarda maksimum 567-dir, kişilərdə minimum 567-dir. Sizin burada yadınızda saxlayacağınız söz 510-dur. 510, 650-də zaten bilirsiniz. Kişilərdə 567, 650 qramdır.
Qadınlarda da 510-567 qramdır. Yəni, kişilərin, qadınların topunun maksimum çəkisi, baxın, qadınlar üçün bu nədir? Maksimumdur. Düzdür? Qadınların topunun maksimum çəkisi, kişilərin topunun nə ilə bərabərdir? Minimumuna bərabərdir. Yəni, ən azı 567 qram. Bura qədər sual olur. Bura qədər sual olmalıdır. Yoxdursa, gedək nəyə? Nömrələnməyə. Baxın, müəllimlər, basketbol idman oyununda oyuncuların nömrəsi, yəni komandanın oyuncularının nömrələnməsi 0-0-dan 99-a qədər. 99-a qədərdir. Voleybolda biz demişdik, nə qədərdir? Voleybolda rəsmi yarışlarda 1-dən 20-yə qədərdir. Qeyri-rəsmi yarışlarda 1-dən 18-ə qədərdir. Düzdür? Burada da 0-0-dan 99-a qədər olan nömrələnmə basketbol idman oyununa aid olur. Yaxşı? İndi gedək müəllimlər hakimlərini. Baxın, hakim kollektivi. Biz demişdik, voleybolda deməli, voleybolda var kor hakimi, xətt hakimi, bir də masa hakimi. Düzdür? Kor hakimi 2 dənədir. Düzdür? Xətt hakimi 4 dənədir. Düzdür? Masa hakimi də 4 dənədir. Yəni, ümumilikdə 10 dənə hakim oyunu idarə edir. Burada isə, müəllimlər, burada isə basketbol idman oyununda 7 hakim neyir? 7 hakim oyunu aparıcılığında iştirak edir. Və 7 hakim gəlin görək nələrə baxır və nələri qeyd edir. Yadınıza saxlayın müəllimlər. Bu 7 hakimi 4-ü masada olur. 3-ü meydanda olur. Aydındır. 3-ü meydanda olur. Yəni meydanda deyəndə biri meydanın daxilində olur, ikisi də kənarlarda olur. Yəni 3 meydan, 4 dənə də nədir? Masa. Aydındır. 3 meydan, 4 masa. Toplayanda cəmin nə edir? 7 hakim. Aydındır. 7 hakim oyunu neyir? Oyunu idarə edir. Aydındır müəllimlər. Bura qədər sualı olan varsa müəllimlər buyursun. Bir dənə Ruska dəftərini çıxardım. Buyur. Nəsə deyirdiniz mənə? Deyirəm ki, aydın olmayan yeri varsa deyin, izah edeyim. Mənim bir dənə sualım var sizə, zəhmət olmasa, üzr istəyirəm, vaxtınızı alıram. Bu, deməli, belə deyək də, monitorda biz baxanda, bizim solumuzda qalanda 4.90 yazılı və xətt çəkilib. 4.90? Bəli. 4.90, 4 metr 90 santda, belə deyək. Solda, bu tərəfdə isə bu bilirsən nə üçündür? Bu 5.80-dan atılan top var. Bu 5.80-ın meydançasıdır müəllim. Görürsən bunu? Bəli. Bunun uzunluğu sarı xəttdən çəkilib. Bax, bu uzunluğu 5 metr 80. Görsən, deyir ki, 5.80-dır. Düzdür? Eni 4.90. Eni isə 4 metr 90 sant. Bax, eni də budur, sarı xəttlə çəkilib. Bax, bu da enidir bu. Bura. İndi gələk bura. Bax, burada deyir ki, 5.80-dan atılan top zamanı xətti taxtamağa icazə verilmir. Bax, dünən göstərmişəm. Düzdür? Bax, bu buradan bura qədər buradan bura qədər olan məsafədir o 1.80. O sizə heç vaxtı sual olaraq bu düşməz, deməli. Aydındır. Təşəkkür edirəm. Bu sənə sual olaraq düşəsi bir sual deyil. Məsələn, bax, 8 metr 32 santimetrdir. Bax, buradan bu xəttə qədər, yəni bu avalın tutaracağına qədər 8 metr 32 santimetrdir. Bax, bu kənarlar var,
Bu kənarlarda 90 santimetr var. Məsələn, bu 90'ın üstündən sən topu səbətə atsan neçə xalla qiymətləndiriləcək? 3 xal. Ay sağ ol. Çünki 6.75'də xəttin xaricidir, çölüdür bu, ikinci tərəfdir. Düzdür? Ay sağ ol. Sonra, deməli, nədə qalmışdıq? Yadından çıxdı. Bir dənə top nə zaman ölü olur, nə zaman diri olur, sizə onu deyim və ya belə də deyə bilərəm, belə də fərqi yox. Baxın, müəllimlər, topun ölü olan vaxtı, top nə zaman ölü, səs-səs olsun. Top nə zaman ölü olur? Bir, baxın, burada sərbəst atış atır idmançılar, düzdür? Sərbəst atış atır. İndi bu sərbəst atışda necə atılır, hardan atılır, onu sizə arayacağım. Sərbəst atışı atan zaman bu əlindəki top var, ha, ölü topdur, müəllimlər. Ölü topdan da biz dedik, biz maksimum neçə xal qazana bilərik? Yalnız və yalnız bir xal qazana bilərik. Aydındır, yalnız və yalnız ölü topdan biz bir xal qazana bilirik. Başa düşdünüz? Biri budur. Yəni, birinci halı nədir? Sərbəst atışlar zamanı top ölü olur. Bu birinci hal. İkinci, hakim fit çaldıqda. Yəni, hakim fit çalan zaman top ölü vəziyyətə keçir. Yəni, top diri olmur o zaman. Top ölü olur. Yadınıza saxlayın. Sonra, oyun saatının siqnalı çaldıqda. Oyun saatinin siqnalı çaldıqda denir. Bax, mənimlə, hər deməli, periyodda, hər periyodun sonunda oyun saatinin nəyi çalır? Siqnal çalır. Oyun saatinin siqnalı çalır. Yəni, oyun saatinin siqnalı çalır, o deməkdir ki, yəni 10 dəqiqədən bir, o həmin siqnal, oyun saatinin siqnalı 10 dəqiqədən bir çalır. Başa düşdünüz? Sonra, komanda topu idarə edən zaman siqnal çaldıqda. Məsələn deyirəm, Müslüm müəllim məni vurub yıxıb, avtomatik oyun davam edir də, oyun davam edən zaman avtomatik nə olur? Hakim siqnal çalır. Aydındır? Bunlar zamanı top ölü olur. Qalan bütün hallarda mənimlə top diri olur. Yəni, top canlı olur. Aydındır? Oyun dayananda da elə bilməli. Hə, oyun, aysa olur. Qayda pozuntusu olanda, vaxt tutaranda, ondan sonra cərmən atışları zamanı, sərbəst atışlarda, buradan sərbəst atışlar atılır. Bax, o zaman bunların hamısında top ölü olur. Aydındır? Sonra, baxın, sərbəst atışlarda, sərbəst atış dedim. Oyun mərkəzdən başlayanda havaya atışlar. Havaya atışda idmançının ki top əlinə keçdi, idmançı məsələn ötürdü B komandasına, yəni öz komandası yoldaşlarına ötürdü. Bu zaman neyinir? Top canlı olur şey. Və onlar üçün də vaxt asılır. Və bu vaxtı da indi sizə hamısını bir-bir izah eləyəcəm. Aydındır? Bura qədər kimin sualı varsa buyursun. Yoxsa devam edin. Getdiyin müəllimlər, oyun vaxtını. Gəlin sizə oyunun vaxtını izah edeyim və diqqətlə deyin, qulaq asın. Baxın müəllimlər, oyunda 3 saniyə qaydası var, 5 saniyə qaydası var, 8 saniyə qaydası var, bir də müəllimlər 24 saniyə qaydası var. Yadınıza saxlayın, 3 saniyə qaydası bir halda tətbiq edilir. 5 saniyə qaydası 3 halda tətbiq edilir. 8 saniyə qaydası bir halda tətbiq edilir. 24 saniyə qaydası da bir halda tətbiq edilir. Və müəllimlər, bunlar rəsmi olaraq oyunda istifadə olunan saniyələrdir. Bir dənə də əlavə 14 saniyə qaydası var. Bu saniyələrin qaydalar çərçivəsinə aid deyil bu 14 saniyə. Bu 14 saniyə olsa istisnadır. Yəni, ola da bilər, olmuyor. Aydındır? Gəlin indi. Baxaq görək. 24 saniyə qaydası. Müəllimlər, yadınızda saxlayın. Komanda üçün
hücum etməyə 24 saniyə vaxt verilir. 24 saniyə. Bax, 24 saniyə biz dedik ki, bir halda tətbiq edilir. Bir halda 24 saniyə qaydası tətbiq edilir və hər komandanın A komandası olsun, istəyir B komandası olsun. A komandasının özünə aid hissəsində mərkəzi, yəni sağ tərəfində A komandasının mərkəzində A komandası üçün 24 saniyə vaxt açılır ki, A komandası topu gətirsin, neyləsin müəllimlər? Səbətə atsın. Aydındır? Yəni, sərbəst atışlardan sonra və yaxud da sərbəst atışı qoyaraq oyun başlayanda oyun dedik havaya atışla başlayır, düzdür? Oyun havaya atışda topu məsələn deyirəm, buradakı oyuncu ötürdü öz komanda yoldaşına. Buradakı oyuncu tutdu, düzdür? Top oyuncunun burada meydanın mərkəzində əlindən çıxan kimi, əlinə dəyən kimi komanda üçün 24 saniyə vaxt açılır müəllimlər. Və bu 24 saniyənin də ilk 8-ci saniyəsində burada olan komanda oyuncular topu keçirtməlidir bu yüzden. Aydındır? Yəni B komandasının arenasına topu keçirtməlidir. İlk 8-ci saniyədə. Yəni komandaya 8 saniyə ərzində topu neyləməlidir? Topu mərkəz xəttindən keçirtməlidir. Aydındır? Və keçirtməzsə avtomatik nə olur? Avtomatik bu 8 saniyə qaydasının pozulmuşu hesab olunur və top keçir kimə? Rəqib komandaya. Aydındır? Top rəqib komandaya. Yəni 8 saniyə qaydası pozduğuna görə top rəqib komandaya keçir. Bu oldu bizim üçün nə məlumat? 24 saniyə qaydası və 8 saniyə qaydası. Biz dedik ki 24 saniyə qaydası 24 saniyə. Yalnız hücuma ayrılan vaxtdır. Hücum üçündür. Və rəqibin öz arenasında istifadə olunur müəllimlər. Öz arenasında. Məsələn, B komandası düzdür. B komandası üçün yalnız bu çəkdiyim dairənin içində yalnız və yalnız burada 24 saniyə açıla bilər. Yox, əgər məsələn deyirəm, Müslüm müəllim keçib rəqib zonasındadır, düzdür. Müslüm müəllim üçün açılan vaxt 14 olacaq şey. Bunu izah edəcəm sizə. Bunu hələ sizə izah eləməyim tezdir. O birisləri izah edeyim, sonra izah edəcəm. Deməli müəllimlər, 8 saniyə qaydası da ilk 24 saniyənin 8 saniyəsində avtomatik top keçməlidir rəqib arenasına. Yəni, mərkəz xəttin 8 saniyə ərzində neynəməlisən? Keçirtməlisən. Aydındır, keçirtməlisən. Sonra, deməli, 8-dən sonra gəlir nə? 5. 5 saniyə qaydası, müəllimlər. Biz dedik ki, 5 saniyə qaydası 3 halda tətbiq edilir. Düzdür? 5 saniyə qaydası 3 halda. Biri, yan xətdən top oyuna daxil edilərdir. 5 saniyə ərzində daxil edilməlidir. 5 saniyə. Biri, sərbəst atışlar 5-8-dan atılan sərbəst atışlar zamanı deyilməlidir. Bu birinci halı, bu ikinci halı. 5 saniyə ərzində yerinə yetirilməlidir. Və müəllimlər, idmancı topu tutduğu, məsələn, Müslüm müəllimdən oynayır o. Müslüm müəllimə pas verdilər. Müslüm müəllim topu özündə. 5 saniyə 2 addımdan artıq ata bilməz. Asıl müəllimdən izahı var.